Araz dəhlizi üzərində inşa olunan Ağbənd-Kəlalə körpüsünün inşası başa çatıb. Bu barədə iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Azərbaycan-İran Dövlət Komissiyasının Bakıda keçirilən 17-ci iclasında bildirilib. Bəs Ağbənd-Kəlalə körpüsünün inşası niyə bu qədər əhəmiyyətlidir? Çünki Araz dəhlizinin üzərində yerləşən bu körpü Azərbaycan üçün Naxçıvana birbaşa və etibarlı çıxış, İran üçün isə şimal qonşusu ilə ticarət dövriyyəsini artırmaq, Azərbaycanın enerji nəqliyyat şəbəkəsinə qoşulmaq deməkdir. Azərbaycan və İran Araz dəhlizini reallaşdırmaqla Zəngəzur dəhlizinə alternativ yaradır və rəsmi Bakı bununla göstərir ki, regionun nəqliyyat arxitekturası İrəvandan asılı deyil. Əgər gələcəkdə Ermənistan Zəngəzur dəhlizinə hər hansı maneə yaradarsa, yüklərin böyük əksəriyyəti Ermənistandan 5 kilometr cənubdan, yəni Araz dəhlizi vasitəsilə İran ərazisindən keçəcək. Bu isə Ermənistanın bütün regional layihələrdən kənarda qalması ilə nəticələnəcək. Dövlət Komissiyasının iclasında tərəflər ölkələrimizin birgə icra etdiyi layihələrin regional mənzərəni köklü şəkildə dəyişdiyi fikrində həmrəy olublar. Artıq Xudafərin və Qızqalası su elektrik stansiyaları tam işə düşüb. Hər iki ölkənin sərhədyanı bölgələrinin fasiləsiz elektrik enerjisi və suvarma suyu ilə təminatında yeni bir səhifə açılıb. Bundan əlavə Rəşd-Astara dəmir yolunun inşası şimal-cənub nəqliyyat dəhlizinin onurğa sütunu sayılır və yüklərin Hindistandan Rusiyaya və Avropaya daşınma müddətini Süveyş kanalı ilə müqayisədə 50-60 gündən 20-25 günə qədər endirir. Bütün bunlar isə Azərbaycanın həm orta dəhliz, həm şimal-cənub dəhlizinin kesişdiyi mütləq logistik qovşaq kimi rolunu təsdiqləyir.